Təsəvvür eləyin, 4 hektarlıq qapalı bir ərazidə sizə zövqlü mənzil təqdim edirəm. Harda? Bir dənə sual işarəsi. Şəhərin tam mərkəzində. Bakı şəhəri buradan başlayır. Bura 28 maydır, dəyərli izləyicilərim. 4 hektar dedim. İçində olan binaların fasad görünüşlərini kadrdan da görürsünüz. Amma ən xoşuma gələn bilirsiniz nədir? Bu boyda pisetka kimin bağ evində var? Fikirləşin, kimində varsa yazsın ki, məndə var. Dəhşət bir pisetkadır da bu, mənə çox xoşuma gəldi. Bütün yol, zolaqlar, maşınınızı açıb buraxmırlar həyətə, hər yer yaşıllıqdır. Dəyərli izləyicilər, burada ev aldınsa çox xoşluq gələcək, çünki genişliyi görürsünüz də. Gəlin keçək vaxt itirməyən mənzilə, o mənzildə yeni təmirdən çıxıb. Orada olan dizayna bir dənə yaxından fikir verək. Getdik. Hazırsınız. Başlayaq. Girdik mənzilin içinə 110 kvadrat ümumi sahəsi var. Girən kimi solda bir dənə hamam tualet. Dəyərli izləyicilər, daxili santexnikləri dilində sürüşdür. Turetskidir, Groh firmasıdır. Bura paltar dolabıdır. Bu proyektlərdə mətbəxi burada şüşə ilə bağlayırlar. Çünki bir şey yeməyi görmək üçündür əslində. Baxırsan ki, önlər yeməkləri düşür. Yəni burada variant yoxdur. Bütün binada bu proyektlər zarafat binana bağlayırlar bunu. Bu da daxilində Bosch firmasına aid. Yəni qab yuyan, burada mikrovalnovkası, gizlin dolab, yekə bir xaldini təptəzə qoyulubdur. 2 kameralı. Aspirator da var, gözə görsənməyən təmiz 100% tərkibi qatqısız mərmərdir. Bura hamısı membran, mətbəx mebeldir. Yer hissi döşəmədir. Bura parketdir, zal otağıdır. Mənzilin 2 hamam otağı var daxilində. Zaldan balkona çıxışı var. Mərtəbəmiz 3-cü mərtəbədir. Sadə təmirdir. 3-cü bir konserləri var. Hər otaqda A-klas olan. Səsində uçuram. Ucuzlu tikintidən istifadə olunmuyor. Gəlin bu yataq otağına da baxaq. Eynən burada da paltar şkafı yığılıb, konserlər qoyulub, balkon çıxışı var. İstəsəz çıxarıq balkona, istəməsəz çıxmarıq. Bura içində olan hamamdır. Bütün o moydadır, unitas sistemləri divarçı yığılır. Keçdik o birisi, yəni sonuncu yataq otağına. Burada da geyim otağı, burada yataq, geyim otağı. Şəffaf formada görünür, dəyərli izləyicilər. Yəni buradan balkona çıxışı var. İstəyirsiniz pauza verib, bir dənə balkondan baxaq, qiymətli zadı deyim sizə. Birbaşa baxır məhəllənin, yəni kompleksin girişinə şlaqban, mühafizə və yaşıl zonaya baxır. Maraqlısı budur ki, bu 4 hektar ərazidə olan neçə yaşayış binasının kupçası yoxdur, müqavilə iləndir. Qiymətini dəyərli izləyicilər, dedilər ki, yazma, qoy telefona zəng vuranda deyərsən, reklam sahibi onu deyir, mən də onu eləyirəm, məcburiyyətdən. Amma qiyməti dedi, daha münasib qiymətə verəcəyik. Odur ki, zənglərimizi gözləyirik. Kim namizəd olacaqsa Allah xeyir versin. Sağ olun.